Dostlar, təkrar salam. Üzrlü hesab edin, mən bayaq canlı yayım açmışdım. Şəbəkə zəiflədi birdən-birə. Sonra canlı yayım vuruldu. Bilmirəm nə baş verdisə. Səsim qırıla-qırıla gəldi. Ümumiyyətlə, sonradan mənə məlum oldu ki, heç yayımın əvvəlindən axırına qədər demək olar ki, səs normal şəkildə eşidilməyib. Dedim, vaxt sərf eləmişəm, sizin də vaxtınızı almışam. Üzrlü hesab edin. Heç olmasa bir normal belə bir video çəkim, paylaşım. Canlı yayımda düzdür, daha əhatəli danışmaq olur. Amma belə videoda qısa danışacağım ki, üzr istəyirəm. O qədər danışmışam ki, artıq boğazım da tutulub. Qısa danışacağım ki, yəni video materialın həcmi də çox olmasın ki, izləmək də olsun, yükləmək də olsun. Telefonuma da bu arada çox ciddi kiber müdaxilələr var. Demək olar ki, telefon işləmir. Nəysə dostlar, uzun sözün qısası, mən bayaq canlı yayımda açmışdım. Orada bildirdim ki, buradan hətta bu videonun xarakteri də həm də müraciət xarakteridir. Müraciət edirəm ki, bütün dostlara çalışın şəhər tərəfə keçməyin yoldaşlar. Təsəvvür edin ki, şəhərdə elə bir tıxac var ki, adamlar bayaq danışdım, uzunuz adam orada bilinmirdi də mənim danışığımdan. Dostlar, yolları bağlayıblar, uzun sözün qısası, özdə süni şəkildə. Deyim harana, Afiyətdin Cəlilov küçəsi, Yusif Səfərov, Gülnara Qədirbəyeva, Üzeyir Hacıbəyli, Dilarə Əliyeva, Ziya Bünyadov prospekti, Babək prospekti, Heydər Əliyev prospektinə olan çıxış, üzü Ağşəhər istiqamətində hər tərəf bağlıdır dostlar, yoldaşlar, qardaşlar. Yəni biz bilmirik artıq neyniyək. Mən təsəvvür eləyin ki, artıq neynəmişəm. Şəhərdən 30-40 kilometr aralıya çıxmışam, kənara getmişəm. Bakı kəndlərinə gedirik, tək mən yoxum, mənim kimi digər insanlar. Gedirik ki, məcbur gedək heç sən Bakı kəndlərində işləyək. Orada da taksidə işləyir də, cəmaat neynəsin? Yüzlərlə taksi sürücüsü var, orada yığışmışdılar. Bayaqları Ağşəhər tərəfdə yığışmışdılar. Söhbət eləyirdilər, bildirirlər ki, onlarda da toçun eyni məndəki vəziyyətdir, işləyə bilmirlər. Təsəvvür edin ki, səhər saat 6-dan, 7-dən çıxan adamlar var. Mən özüm də səhər tezdən çıxmışam 8-də. 3-4 dənə sifariş ediblər. Təsəvvür edin, yəni vəziyyət o yerdədir. 2 saata, dostlar, mən zülümlə çıxmışam. Port Bakunun yanından şəhərdən çıxmaq istədim, proqramı bağladım. 2 saata mən çıxmışam. Təsəvvür edin, saat gör neçədir. Mən yəni biraz əvvəl çıxmışam şəhərdən. Şəhərdən çıxmaq artıq bir saat, yarım 2 saata başa gəlir. Olmaz axı, insanlara bu qədər əziyyət vermək, Azərbaycan xalqına, Azərbaycan insanına aşkar formada hörmətsizlik eləyirlər. Hər gün eləyirlər, hər gün bax bu şəkildə bizi əzirlər, təhqir eləyirlər. Kimdən də soruşursan, deyir prezident keçirdi. Prezident keçdi, dünyanın heç bir yerində yoxdur belə bir şey. Prezident keçdi, yollar bağlanır. Səhər işə gedəndə də, axşam işdən evə gedəndə də. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Və dünyanın heç bir yerində belə bir şey yoxdur ki, prezident səhər işə gedəndə də, gələndə də yolu bağlasan, insanların da heç biri bir dənə səsini çıxartmır, bir dənə etiraz eləmir, heç nə dilə başa düşürəm, hamını qorxuzublar. Elə qorxudublar ki, artıq heç kəs danışa bilmir. Başa düşürsünüz vəziyyət belə. Okey, prezident getsin. Prezidentin bir dənə yolu var da, gəlir hava limanı istiqamətindən Yusif Səfərov küçəsindən getdi. Okey də bir dənə zolağı bağla da, bir dənə yolu bağla. Da prezident Ziya Bünyadov prospektindən keçmir. Nə bilim, Xırdalan Masazır yolundan, Bakı-Sumqayıt yolundan getmir. Şəhərin hər bir küçə prospekti çöküb. Bilirsiniz nə vəziyyətdədir? Bizim da əsəb, sinir sistemimiz pozulub dostlar. Bilmirik artıq neyniyək. Olmaz axı, mən səhər yuxuma haram qatmışam. Səhər sübh tezdəndən heç kəsin işə çıxmadığı vaxtda mən işə çıxmışam, amma işləyə bilməmişəm. Mənim haqqım var ki, etiraz eləməyə. Mən etiraz edirəm. Belə ölkədə bu cür yaşamaq olmur, qardaş. Səhər tezdəndən mən çıxmışam, hər gün bu vəziyyət təkrarlanır. Səhər saat 6-da, 7-də çıx, amma sənə verilən planı yerinə yetirə bilmirsən. Hamı bizim vəziyyətimizdədir, olmur belə qardaş, belə yaşamaq olmur. Hara gedək, biz neyniyək axı?
hara gedək axı? Bax bu ölkədən biz hara getmək də istəmirik. Nəyə? Bir dənə bizim ölkəmiz var. Burada yaşamaq istəyirik, işləmək istəyirik, imkan vermirsiniz. Heç bir etiraz eləyirik, tutub basırsınız içəri. Nəyə axı? Bax biz nəyə? Canlı yayım açıram, yayımı kəsirsiniz, yayımı vurursunuz. Belə olacaq. Nağarağı bizim bütün sinir sistemimiz pozulub. Mən emosional olmaya bilmirəm. Mən özümdən çıxmaya bilmirəm. Səhər saat 7-dən, 8-dən evdən çıxmışam. Mən cəmi 3 dənə sifariş edirəm. Mən 7-8 manat pul işləməmişəm. Yəni hamı mənim və mən hamının sözünü danışıram. Və inanın ki dostlar, mən müxalifətçiyəm. Mənim bir siyasi, ictimai mövqeyim var. Məsələ bundan bitmir. İnanın, gedin taksi sürücüləri dayanıb orada Ağşəhərdə. Onlar məndən də artıq, məndən də aqressiv formadadırlar. Fikirlərin inanın ki, ən ağır formada ifadə eləməyə hazırdılar. Məndən də aqressiv vəziyyətdədirlər. Sadəcə resursları yoxdur, sadəcə danışmaq üçün bir platformaları yoxdur. Mümkün deyil. İnsanları, jurnalistləri hamısı tutulub, atılıb həbsə, danışacaq bir telekanalı yox, danışacaq bir jurnalist yox, normal. Neynəsinlər, dərdlərini danışa bilmirlər. Onlar məndən pis vəziyyətədir. Sadəcə mən ora getmirəm. Mən gedib neyniyim, jurnalist deyiləm, bir şey deyiləm. Gedib onlara danışdıracam, sonra deyəcəklər ki, Əziz indi də başlayıb taksi sürücülərini təşkilatlandırır burada. Etiraza qaldırır cəmaatı. Mən öz adımdan etiraz edirəm və bütün taksi sürücülərində, bütün sürücülərin də adından danışıram. Danışa bilməyənlərin də adından deyirəm ki, vəziyyət çox pis bir yerdədir. Artıq şəhərə çıxmaq olmur, işləmək olmur, çörək qazanmaq olmur. Bu vəziyyətə gətirib çıxartmısınız. Bax, vəziyyəti bu yerə gətirib çıxartmısınız. Artıq bayaqları yaşlı bir qadın məcbur idim. Artıq mənim heç bir vasitəm yox idi. Şəhərə getməlidir poçt idarəsinə, Üzeyir Hacıbəyli küçəsinə. 1 nömrəli poçt idarəsinə. Mən 1 saat 40 dəqiqəyə təsəvvür edin ki, Naxçıvanskidən o qadını zülmlə ayaqları tutulub gətirdim. Afəttin Cəlilov küçəsində məcbur oldu qadın. Dedim ki, ay xanım, yəni mən eləyə biləcəyim nəsə varsa deyin eləyim. Qaldıq biz orada 1 saat 40 dəqiqə tıxacın içərisində. Yazıq qadın düşdü, çıxdı, getdi. Axsiya. Çıxıb get, neynəsin? Gördü də, yəni yolu əllə bağlayıblar. Yəni orada yol patrul əməkdaşları dayanıb yolu saxlayıblar. Başdan başa bütün prospektlər də təsəvvür, şəhərin mərkəzində yüklənmə o qədərdir ki, dostlar. Artıq belə deyim də 1 saat bağlamaya ehtiyac yoxdur. 15 dəqiqə bir dənə yolu bağlamaq bəs edir ki, bütün paralel istiqamətdə yollar, küçələr, prospektlər hamısı iflic vəziyyətinə düşsün. 15 dəqiqə, 2 saatdır yollar bağlıdır. Hər tərəf, indi yoldaşlar yazırlar ki, rayona gedən yollarda bağlanıb, prezident hansısa rayona gedir, nə bilim, nədir. Dayı, bəsdirin də, dayı. Hatta boğaza yığıldıq da biz. Bu insanlar, biz cinayətkar deyilik, biz bandit deyilik, quldur deyilik, normal təfəkkürdə olan insanları çıxmışıq səhər-səhər bir tikə çörək qazanmağa, işləyə bilmirik. Bizim əsəb sinir sistemimiz pozulub. Pis bir şey də tələb eləmirik. Tələb eləyəndə də deyirsiniz ki, dövlətə qarşı çıxırsan, belirsən. Qardaş, bu problemləri həll eləmək lazımdır. Bundan normal şəkildə artıq danışmaq olmur. Çünki bilirsiniz, bizim əziyyətimizi, bizim əməyimizi yeyirsiniz siz ortada. Bizim əməyimiz istismar olunur. Yuxusuz, gecə, gündüz mən və mənim kimi yüzlərlə, minlərlə, 10 minlərlə taksi sürücüləri işləyir. Ortada heç nə yoxdur. İşləyir yox, işləyə bilmir. İşləyə bilməmişəm. Saat gör neçədir? Saat 2-dir. Mən 10 manat pul işləyə bilməmişəm. Təsəvvür edin ki, yəni biz nə etməliyik? Bizə bir yol göstərin. Okey, etiraz eləmək olmaz. Nə bilim, mitinq eləmək olmaz, aksiya eləmək olmaz. Nə bilim, nağaraq. Nə edək? Dərdimizi hansı formada deyək? Necə deyək? Harda deyək? Bu işlərin axırı necə olacaq? Dostlar, sağ olun izlədiyinizə görə. Bayaqlar mən canlı yayım açmışdım. Dediyim kimi təkrar olmasın. Canlı yayımı vurdular, kəsildi. Məcbur olub belə bir müraciət yaydım ki, yəni vəziyyət çox pisdir. Bugün, tək bugün yox, deyim ki, bugün həftənin 5-ci cümə günüdür, həftənin sonuncu iş günüdür, yüklənmədir, nədir, elə deyil, 4 də elədir, 3 də elədir, 2 də, hər gün bu vəziyyətdədir, hər gün. Necə olacaq bu işlərin sonu bilmirəm. Sağ olun dostlar, var olun diqqətinizə görə.
çalışın dediyim kimi bu gün imkanı etik də deyil belə bir çağırış eləmək. Hamının işi gücü. Şəhər yəni dəhşətli bir vəziyyətdədir. Belə danışılası bir vəziyyətdə deyil. Sağ olun.